Salam dostlar, biz bugün Edinburgha gedirik. İndi birazdan yola çıxacağıq. Oradan da sizin üçün görüntülər çəkəcəm. Hardasa 2 saatlıq yolumuz var samolyotla. İkinci dəfə Edinburgha gedirəm. Çox həyəcanlıyam. 2019-cu ildə birinci dəfə getmişdim. Və Christmas ərəfəsində çox gözəl olduğunu düşünürəm. Ümid edirəm elə də olacaq. Belə, birazdan çıxacağıq və Brandenburg aeroportuna gedəcəyik. Daha sonra isə oradan Edinburgha uçacağıq. Belə, hələlik. Burada hələ olacaqlardan xəbərsiz, sevinə-sevinə aeroportda çəkinə gedirik. Hər şey qaydasındaydı. Sadəcə olaraq pasport kontrolu inanılmaz növbə olduğu üçün və inanılmaz insan izdihamı olduğu üçün biz samolotu qaçırdıq. Bəli. Və növbəti gün üçün yenidən bilet almalı olduq. Bunun öncəsində çox böyük bir stres və əsəb var idi. Onları keçirəm. Və səhərsi gün, belə deyim, Edinburgha uçduq. Bu gördüyünüz samolot qaçırdığımız samolotdur. Səhərsi gün EasyJet-lə uçduq. Gördüyünüz kimi burada sevinirik, amma sevinirik ki, axır ki Edinburgha gələ bildik. Nəysə, otelimiz çox gözəl idi. Şəhərin mərkəzində yerləşirdi. Gözəl 5 gün keçirdik. Sizinlə də görüntüləri bölüşəcəm. Burada səhər yeməyinə gəlmişik. Heç sevmədim bu səhər yeməyini bu arada. Çox məşhur bir kafe idi. Ancaq inanılmaz dadsız idi mənim götürdüyüm yemək. Kofesi isə çox dadlı idi. Nəysə, səhər yeməyindən sonra otelə gedirik və bundan sonra davamını artıq sizinlə bölüşəcəm. Bura Edinburgh Castle-dır. Şəhərin mərkəzində yerləşir. Hər yerdən də çox rahat görsənir, çox yüksəkdə olduğu üçün. Və biz gəzə-gəzə gəldik bu tərəfə. Hələ ki çəkim vaxtımıza var. Biraz buraları gəzirik. Few moments later. Biz gəldik yeməyə. Oteldə çəkil saat 3-də olduğu üçün biraz buralarda fırlanırıq. Səhər yeməyi yedik. İndi gedəcək otel tərəfə, alınsa çekin eləməyə. İndi Royal Mile tərəfdəyik. Buralar çox qəşəngdir. Hava da bəxtimizdən çox gözəldir bugün. Günəşlidir. Sizin üçün də maraqlı kadrlar çəkəcəm alınsa. Axır ki otağımıza gəlirik. Çıxırsan. Normalda çəkim vaxtı 3-dür. Sağ olsunlar. Tez verdilər otağı, saat 1-dir indi. 3 biraz gecdir, çox gecdir. Okey. Yəni otağımıza baxaq. Otağımız çox qəşəngdir. Gün də düşür. Buradan da belə view'su var. Nice. Qəşəngdir, mən bəyəndim. Bu da hamam tualeti, çox qəşəngdir. Bura Ibis oteldir. Bir də düz mərkəzdə yerləşir, o əladır.
Hamıya bir də salam. Burada hardasa saat 3-dür günorta. Biz check-in elədik saat 1-də. Salih yorulduğu üçün biraz yatdı. Mən isə çıxıb gəzmək istədim. İndi biraz ətrafa gəzəcəm. Dünən əslində biz gəlməli idik Edinburqa. Sadəcə başımıza o qədər hadisə gəldi ki, pasport kontrolda inanılmaz çox növbə var idi. 1 saat yarım növbə gözlədiyimiz üçün Ryanair samolyotunu qaçırdıq. Və ən tez belə deyim uçuş bu günə idi. O da ki birinci biz Londona uçduq. Londondan sonra Edinburqa gəldik. Orada da biraz problem var idi ki, uçuşlar arasında 1 saat yarım məsafə var idi və aeroport çox böyük olduğu üçün düşünürdük ki, birdən çamadanlarımızı verməyə çatmarıq, amma çox yaxşı ki, eləyə bildik və gəlib çıxdıq. Bir gün, bir neçə saat belə deyim, gecikməklə olsa da gəlib çıxdıq. Mən bu şəhəri çox sevirəm. Birinci dəfə 2019-da gəlmişdim tək. Ümumiyyətlə ilk mənim tək səyahət elədiyim ölkə olub. Böyük Britaniya, London, Edinburgh, Glasgow gəzmişdim. Və çox sevinirəm ki, yenidən gələ bildim. Yəni Edinburgh inanılmaz gözəl şəhərdir. Sanki nağıllar aləminə düşürsüz. Yəni əgər dinləyənlərdən, daha doğrusu izləyənlərdən gələnlər varsa, özləri mənə başa düşər nə demək istəyirəm. Şəhər yəni başlı başına qallardan ibarətdir. O gotiklik və həmçinin də orta əsrləri xatırladan abu-havası var. Mən çox sevirəm. Məsələn, baxın qarşımdakı bu qədim kilsəyə. Yəni çox gözəl, əzəmətli binadır. Demək olar hər yer burada belədir. Çox gözəldir. Mən çox sevirəm bu şəhəri. Nəysə, biraz sizinlə danışmaq istədim. Bayaq çıxanda tələm-tələsik çıxmışdım, mikrofonu götürməmişdim. İndi isə biraz gəzəcəm. Burada baxın, belə bir karusel var. Mən sadəcə hündürlükdən çox qorxuram, amma həm də çox minmək istəyirəm. İnanılmaz gözəldir, buna baxın. Çox hündürdədir. Yəni, görürsünüz hara qalxır. Düz kilsənin hündürlüyünə qədər qalxır. Sadəcə inanılmaz, yəni gözəl mənzərəsi var, oradan videolarda görmüşəm. Bilmirəm. Risk edə bilsəm, minəcəm. Çünki biraz çox, belə deyim də, unsafe görsənir, açıq görsənir. Ona görə qorxuram. Əgər biraz bağlı olsaydı, bəlkə də qorxmazdım, bilmirəm. Nəysə, gedək biraz gəzək. Və qeyd edeyim ki, Salihin qrup yoldaşları Edinburghda yaşadığı üçün onlarla da görüşdük. Əslində Edinburgha gəlməyimizin səbəblərindən biri də onlarla görüşmək idi. Axşam sağ olsunlar bizi yeməyə dəvət eləmişdilər və restoran otelimizlə üzbəüz yerləşirdi. Çox gözəl bir restorandı, interyeri filan inanılmaz möhtəşəm idi. Yeməkləri də çox dadlı idi. Həmin gün orada çox gözəl bir axşam keçirdik. İnsanları narahat eləməmək üçün kamera aparmamışdım. Telefonla çəkdiklərimi sizinlə də bölüşürəm. Edinburgha getsəz, öncədən həmin restoran rezerv etməlisiniz. Çünki belə qəbuluna düşmək bir qədər çətindir. İstəsəniz, getməmişdən öncə rezerv edib həmin restorana gedə bilərsiniz. The next day. Salam dostlar. İkinci gündən hər salamlar. Biz bu günlərim gedirik Harry Potter turuna. Harry Potter'ın çəkildiyi bəzi məkanlar var. Daha sonra yazıçısının ilhamlandığı bəzi məkanlar var. Oraları gəzəcəyik. Mən ilk dəfə gələndə getmişdim bir neçəsinə, amma getmədiklərim də var. İndi onlara da gedəcəyik. Bugün hava biraz küləklidir, amma soyuq deyil. Günəş də çıxacaq elə bil ki. Həm də indi gedirik Edinburgh Universitetinə. Salihin dostu burada yaşayır, Edinburgh Universitetində işləyir. Bizə oranı gəzdirəcək. Belə, çox maraqlı gün olacaq məncə. Sizin üçün də maraqlı görüntülər çəkəcəm.
Chamber'a, City Chamber'a. Bu da Harry Potter'ı ilhamladığı yerlərdən biridir. J.K. Rowling'in daha doğrusu. Burada bayaq göstərdiyim onun əl izləri idi. Ona görə burada məşhur yerlərdən biri sayılır. İndi isə gedirik digər məkana, Victoria Street'ə. Və daha sonra davam edəcəyik artıq yenə gəzməyə. Bu şəhər çox gözəldir. Bakıda mənim ən sevdiyim şəhərdir Avropada. Ümumiyyətlə olduğum şəhərlər arasında. Hər yer o qədər belə autentikdir ki, da mənə ləzzət eləyir. Çox sevirəm buranı. Çox gözəldir bina, qədimi. İndi alta içinə girəcəyik. Mən səhv eləmirəmsə girmişdim. Katedral. Hə, mən bura girmişəm. Salih də görmək istəyir. Yəni gedək içinə. Binanın özü budur. Baxın necə əzəmətlidir. Böyük üstdən görünüşü. İçərisi də belə. Arqan çox gözəldir. Baxın. Burada Harry Potter'dakı o məşhur yağlı pivə, butter beer gedirdi adı. Azərbaycanca bilməm necədir. Yəqin ki, yağlı pivə olar. Onu verirlər. Baxın, oğlanın əlində var. Biz də indi alarıq yəqin ki. Çox gözəldir. Bu qəbirstanlıqdan bir neçə personajın adını J.K. Rowling götürüb. Ona görə həm də məşhurdur. Həm də park kimidir. Yəni bu bildiyiniz qəbirstanlıq kimi deyil. Ona görə də insanlar bura prosta gəlirlər gəzmək üçün. Çox gözəldir. Baxın ətrafa, sakitçilik. Çox məşhurdur. With the Dark Lord, then please do take a photo with this stone. I have sensed that we may be in for a little bit of light rain, but we're in it now, we might as well commit. So if you want to get a photo, I'm just going to stand here, Postrel. And if anyone would like me to take a photograph for them, or hold anything while they do, let's do it. And if you're not having a photo... Yemək yeməyəm, Nandosa. Buranı çox eşidirdim. Heç vaxt olmamışam. Birinci dəfə də gəldim. Maraqlı sosları var. Adətən toyuq yeməkləri olur. Yəni bildiyiniz tabaka fason, amma öz sousları da yəni göstərmişsə. Baxın, belə mən toyuğun 1/4-ni götürmüşəm, mac and cheese, free. Salih də korn götürüb, bir də püre götürüb. Side dişləri özünüz seçə bilirsiniz. Restoran mərkəzdə yerləşir. Bildiyi qədər başqa ümumiyyətlə şəhərlərdə də olur. Mən heç vaxt yeməmişəm. İndi ilk dəfə yoxlayacağım. Few moments later. Edinburgh'un məşhur qalası, Edinburgh Castle. Düz qayanın üstünə tikiblər, ona görə şəhərdən hər yerdən görsənir. Bura Grass Marketdir. Çox gözəldir bura, amma əvvəl buranın çox belə acı tarixi olub. İnsanları burada asırlarmış bu meydanda.
Daha sonradan buranı belə market ediblər. Daha doğrusu adı marketdə. Ətrafında hər yerdə restoranlar və mağazalar var. Və buradan da çox gözəl qalanın viewsu var. Çox qəşəngdir. Daha sonra belə maraqlı bir mağazaya gəldik. Burada içkilər satılırdı. Hansı ki bu Butterbeer deyilən Harry Potter'ın məşhur içkiləri burada görürsüz butulkada satılırdı. Biz də buradan özümüzə həm də hədiyyəlik olaraq aldıq. Çox maraqlı mağazaydı. Biz gəldik axşam yeməyinə. Gəzəndən sonra getdik otelə, dincəldik. Həm telefonumun zaryadkası qurtarmışdı, həm kameramın. Həm də biraz yorulmuşduq. Səhər saat 9-dan gəzirdik. Çox qəşəng yerlərə getdik. Çəkmişəm kameram sonuna qədər. Daha sonra oteldə biraz dincəldik, yatdım biraz. Sonra da gəldik axşam yeməyinə. Maraqlı bir dənə restorana gəlmişik. Otelimizə yaxındır. Bugün steak yeyəcəyik. The next day. Salam hər kəsə. Bugün Edinburghdayıq. Dünən qayıtdıq Highlands'dan. İndi gedəcəyik Jane Village gəzməyə və bir neçə yer var, hansılar ki qalmışdı gəzməyə. Onları gəzəcəyik. Təzə balaklavam. Dünən belə bir şərf almışdım. Onu başıma bağladım. Gəlin sizə lookumu göstəreyim. Baxın, belə ətəyim var. Şərfim də ona uyğundur. Əslində birə-bir eyni uzorlardadır. Onu belə balaklava kimi bağladım. Belə. İndi birazdan çıxırıq. Hava çox qəşəngdir əslində. Bugün günəşlidir. Amma yağış göstərir. Ümid edirəm ki, yağmaz. Hər gün səhər yeməyi çəkməyi unuduram. Alınsa sabah sizin üçün çəkəcəm. Çox qəşəngdir bunların səhər yeməyi. Bu otel Ibis oteldir. Düz mərkəzdə yerləşir. Biz çox razı qaldıq. Düşündük ki, yaxşı ki, buranı seçmişik. Əvvəl başqa otel tutmuşduq, sonra dəyişdik. Elə gəldiyimiz gün dəyişdik və buranı tutduq. Çox bəyəndik, çox razı qaldıq. Adını qeyd eləyərəm sizin üçün də. İstəsəz baxa bilərsiniz. Gəldik, avtobusa oturduq. Buradan hardasa 10 dəqiqəyə Cambridge-ə gedəcəyik. Oradan da aşağı düşəcəyik Village'a. Burada da Londona kimi 2 mərtəbəli avtobuslar var. Buradan ayağım uçabilir. Yaxındır. Buradan sola dönüb məncə getməliyik. O binanın qabağında mənim şəklim var idi. Mən burada şəkilləmi çəkdim.
tərəfdən çıxdıq. Ətrafında çox böyük park var, gəzdik, çox gözəldir. Mən bu tərəflərinə gəlməmişdim. Məsəl hissəsinə getmişdim, amma sırf alt hissəsini bilmirdim, ümumiyyətlə belə bir yer var. Çox böyük parkı var. Çox gözəldir. Şəhərin mərkəzində bildiyiniz belə village abu havası. Edinburgha gəlsəz mütləq gələrsiniz. Dinqidicə. Bura baxın, evlərin hərəsinin qapısı bir rəngdədir. Qəşəng görsənir. Biz gəldik kafeyə. Biraz dincələk, həm də kofe içək. Təsadüfən gəlib türklərin kafesinə oturmuşuq. Tost yeridir. Tosta olacaq. Ben de öyle biliyorum bunu pişirmişsin. Bunun adı haggisdir. Şotlandiyanın belə deyim yeməyidir. Few moments later. Biz avtobusa mindik Princess Streetdən. İndi gedirik Carlton Hill-ə. Biraz yağış yağdı, amma indi gün çıxıb təzədən. Hava çox qəşəngdir. Baxın, yenə öndə oturmuşum. Buranın belə make-up mağazası var, Boots. Yadımdadır, birinci dəfə gələndə də girmişdim. Çox böyükdür. Çoxlu belə makyaj şeylər satırlar. Wet n Wild, Sleek. Sonra N7 belə bir brend var. Deyəsən elə öz brendləridir. Və bir də bildiyimiz brendlər var idi. Belə bir karandaş aldım Wet n Wild'dan. Adı Chestnut olmalıydı. Səhv etmirəmsə. Yox, Plumberry. Dodağıma çəkmişəm. Qəşəngdir. İndi N7 deyəsən. Yoxsa, yox, W7. Belə də brend var idi. N7 də var idi, W7 də var idi. Buradan da şey aldım. Qəhvəyə rəngdə liner. Linerim bitmişdi, amma heç vaxt istifadə bilmirəm. Belə, sabah gələcəm yenə gəzməyə. Alınsa çəkərəm mağazanda. Carlton Hill hündürdə olduğu üçün inanılmaz küləkli idi. Açığı biraz donduq. Fikirləşdik ki, gələk Victoria Street-ə və burada Elephant House-da Butter Beer içək. Hələ ki içməmişdik. Onu bugünə saxlamışdıq. İndi gedirik ora. Əgər alınsa yer tapacağıq. Bəxtimizdən yer oldu və biz orada Butter Beer içdik. İndi o kadrları sizinlə bölüşürəm. Və qeyd edeyim ki, bu kafenin məşhur olma səbəblərindən biri də odur ki, J.K. Rowling ilk dəfə Harry Potteri bu kafedə yazmağa başlayıb. Gördüyünüz bu yerdə oturaraq ilk belə deyim kitabını yazmağa başlayıb. Ona görə də onun köşəsi xüsusilə həmin kafedə qeyd olunubdu. Belə turistik yer olaraq turistlər sırf ona görə gəlir. Gördüyünüz bu masada hətta xatirə dəftəri də qeyd olunubdu. Ürək sözlərinizi qeyd etmək üçün mən də ora öz ürək sözlərimi qeyd etdim. Few moments later. Biz gəldik otağa, biraz dincəldik. Hava dəhşət soyuqdur bugün, küləklidir. Əynimi dəyişdim, ən qalın paltarlarımı geyindim. Ayaqlarıma da uqlar geyinmişəm. Gedəcəyik Christmas marketə. Burada da Christmas market var. Orada gəzəcəyik. Həm də biraz acmışam. Nələrsə atışdırarıq. Daha sonra da yəqin ki, axşam yeməyinə gedəcəyik. Belə. Gedək Christmas marketə, oranı çəkərəm.
The next day. Salam hər kəsə. İndi səhər yeməyini düşürük. Biraz çox adam olur. Alınsa çəkəcəm. Biraz yatıb qalmışıq. Hər saat 9-dur. Gedirik yeməyə. Çıxmışdıq biraz gəzməyə. Gəzəndən sonra getdik yemək yedik, şən chips yedik. Çəkmədim. Başqa dostlarımız var idi. Sənləri narahat eləməmək üçün. Sonra gəldik otelə, biraz dincəldik. Telefonları zaryadkaya taxdıq. İndi gedirik viski tastingə. Şotlandiyanın viskisi məşhurdur. Ona görə belə bir tur götürmüşük. Bugün axırıncı günümüzdür. Sabah artıq Berlinə qayıdacağıq. Yəqin ki, bugün vlogu burada bitirəcəm. Burada bir dənə belə bir restoran var. Gəlin oranı da sizə göstəreyim. Dom adlanır. Çox gözəl dekorasiya eləyiblər. Bizim keçən dəfə turdakı qayıt dedi ki, onun dekorasiyasına 200.000 funt xərcləyiblər. Təsəvvür edirsiniz. Dəhşət və dəhşət növbəsi var. Bron olmamış, yəni gedib rezervasiyasız düşmək mümkün deyil. Deməli, tura başlamamışdan qabaq birinci test elədik. Hansı dadları sevirik deyə. Ona əsasən də rəng çıxır. Sonda məndə pink çıxdı. Şəhrayı, Salihdə mavi. Məndə daha çox meyvəli dadlar. Salihdə isə daha çox smoky çıxdı. İndi ona uyğun da bizdə tasting başlayacaq. Belə. Baxın, burada da rənglərdir. Fərqli rənglər var. Testə əsasən sonda bir rəng çıxır. Come on in. Brilliant. Come on in, everybody. Excellent. Lovely friends. Everyone say hi. You're so great. I made my new friend, a bit. Scotland is known for many things. Singers and songwriters moving forward.
Biz viski turundan çıxdıq. Çox maraqlı idi. Doğrudan qəşəng təşkil eləmişlər. Belə teatr tamaşası kimi idi. Bütün belə məlumatlar verdilər. Çoxlu testing oldu. Bəyəndik. Artıq otelə qayıdırıq. Demək olar görmək istədiyimiz hər yeri gəzdik. Çox gözəl bir həftə idi. 5 gün daha doğrusu. Bu qədər. Vlogu burada sonlandırıram. Videonu izlədiyiniz üçün təşəkkürlər. Videonu bəyəndisə like edib komment yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.